Yenə də mən Adil Usta, Azərbaycanın 1 nömrəli inkubator ustası və Azərbaycanın brend inkubatorların, bax bu qızıl əllərimlə yığdığım inkubatorları təqdim edirəm sizə. Demək, inkubatorumuz Gəncə şəhərinə gedir. Bir ədəd inkubatordur, bir ədəd çıxış aparatıdır. Bunlar Gəncə şəhərinə gedir. Qardaş bizim ilk müştərimizdir. Özünün şəxsi hinduşka təsərrüfatı var. Deməli, 1500 tutumlu bizə inkubator zakaz veribdir. 500 tutumlu da çıxış zakaz veribdir. Deməli, etapla yığacaq, az-az. Bu inkubatora, deməli, 1500 hinduşka, 1500 dənə də qaz yumurtası gedir. Əgər latokları dəyişib, toyuq, ördək vurmaq istəsəz, 2100 hardasa 30-a yaxın, belə deyək, toyuq və 2130-a yaxındakı ördək yumurtası gedir, rahat şəkildə. Universal inkubatordur, istədiyin yumurtanı, istədiyin vaxt, rahat şəkildə latokları dəyişməklə vura bilərsən. Faktiki olaraq bizdə latoklar hamısı hinduşka latoklarıdır. Qardaş çünki təsərrüfatı hinduşkadır. Bir dənə də 500 tutumlu çıxış istəyibdir. Onu da yığıb vermişik. Demək, hədiyyələrimizdir. Gördüyünüz kimi inkubatorun üstündə hər kəsə verdiyimiz kimi 2 ədəd su kanistridir. Biri inkubatorundur, biri çıxış aparatındır. 2 ədəd yem qabıdır. Düzələr üçün 2 ədəd su qabıdır. Demək, şlanklarıdır. Ondan sonra krantlarıdır. Sahir bir şey verilir. Demək, bu da gördüyünüz kimi tam zavatskoy latoklarla yığılıbdır. Tam orijinal detallarla yığılıb. Bizdə patterka heç nə yoxdur. Tam orijinal. Bizim malımız baqat maldır. Bizim malımız möhkəm, dözümlü, səliqəli, keyfiyyətli, super maldır. İllərlə, illərlə işlət. Sən bunu götürüb baltalayıb qırmasan, buna heç nə olan deyil. Bu da çıxış aparatıdır, 500 tutumlu. 500 hinduşka yumurtası tutumlu nəzərdə tutulub çıxış aparatı. Yəni 500 ədəd hinduşka yumurtası rahat şəkildə vura bilər. Və böyük latoklardır, gördüyünüz kimi rahat şəkildə də istifadə eləyəcək qardaş inşallah. Səlqəli şəkildə yığılıb, hamısı tam səlqəli şəkildə yığılıbdır. Deməli, çıxış aparatımızda, inkubatorumuzda tam avtomatik rejimdə işləyir. Deməli, əlaqə nömrəmizi də göstərirəm. Bu da bizim əlaqə nömrələrimizdir. Baxın, aşağıda var. Bütün videolarda nömrələrimiz var. Yəni, bu bir dənə mənzərədir, vallahi. Yəni, səlqə yerində, keyfiyyət yerində, dözüm yerində. Ən önəmlisi, 14 ilin, bax, 14 ilin sənətkarı yığır bunu. 14 ildir mən bu inkubatorları yığıram, qardaş. 14 ildir. Yəni, buradan o izası yoxdur. Deməli, inkubatorlar, yenə deyirəm, tam avtomatik rejimdə işləyir. Bir dənə çalışın, yaxşı yumurta. Yaxşı yumurta tapın, yaxşı yumurta vurun. Yumurtanın yığılma qaydası var, heyvanın saxlanma qaydası var, döl problemləri var, necə deyim, şəraitinin yaxşı olmağı var, pis olmağı var. Hər bir şey, yemin yaxşı olmağı, nəsə də bunları ucay saxlayanlar bilir. Mən inkubatora cavab deyəm, inkubatorun işləməyinə, dərəcələrinə, hamısını onsuz da zaten kontrollər idarə eləyir hər bir şeyi. Biz hamı bilir ki, inkubator sahəsində liderik. Lider, bu yəni məlum məsələdir, bu göz qabağında. Kimə də lazım olsa belə gözəl inkubatorlar əlaqə saxlayın. Sizə də belə qaşıq, səliqəli şəkildə inkubatorlar yığaq verək, gedin gözəl nəticələr alın. Mən başa düşürəm, bugün Azərbaycanda həqiqətən də aydı bax detallar, biz bugün farklı qiymət alırıq, sabah başqa qiymət alırıq. Bugün qardaş, yenə deyirəm, ucuz malın şorbası olmaz. Yaxşı mal, yaxşı qiymətə olacaq. Yaxşı malda alandan sonra düzgün qulluq eləməlisən. Gedib yaxşı yumurta alıb gətirib qoymalısan içinə və yaxud saxladığın heyvana düzgün qulluq eləməlisən. Yaxşı qulluq eləməlisən. İnkubatora da yaxşı qulluq eləməlisən. Gözəl də nəticə almalısan ki, sən oradan qazanc əldə eləyəsən. Mən də həmçinin materialımı, hər bir şeyimin yaxşısını alıram ki, qəşəyin, möhkəmin, dözümlüsün, ən orijinalın, ən belə keyfiyyətlisini alıram ki, mən də gətirirəm burada səbrlə, gözəl şəkildə, səliqəli şəkildə bir-bir hamısını düzəldirəm, yığıram, əziyyət çəkirəm. Bax, görürsünüz əlimi? Əziyyət çəkirəm. Bu hamısı əziyyətdir, bu alın təri ilə qazanılan işdir. Əziyyət çəkirəm, düzəldirəm ki, müştəri də getsin, mənim malımdan yaxşı nəticələr alsın. Demək, müştəri də nə etməlidir? Yaxşı yumurta, yaxşı heyvanına qulluq, yaxşı inkubatora qulluq və gözəl nəticə. Vəsə, o da qazanacaq, mən də qazanacağım. Hər kəs qazanacaq. Nə gözəl bizə ki, neçə illərdir, bax, belə gözəl inkubatorlar yığırıq, belə gözəl inkubatorlar düzəldirik. Ölənə qədər də mən nə qədər yaşayıramsa, mənim inkubatorlarım işləyəcək. Bu sözü mən deyirəm, bu azdan tutan sözdür və mən o sözümün ağasıyam. Mən inkubatorlarımın işləməyinə başımdan cavabdayım. Allah kəsin malına bərəkət versin. Baxın, yenə əlaqə nömrəmizi göstərirəm.
Kimə də lazım olsa əlaqə saxlasın. Sağ olun.